Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Allah hamd olsun muhterem kardeşler. Onun Resulü Muhammed sallallahu aleyhi ve selleme Allah'ın salamı, salatı olsun. Rabbimize hamd olsun. Bütün nimetlerine göre her bir nimet Rabbimizden. Allah subhanehu ve teala bizlere böyle nimetler verip İnsan elinde olan bütün nimetlerin qədrini bilməlidir. Sənə bu dünyada ne verilibsə onun qədrini bilməlisən. Allah subhanehu ve teala buyurur: وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Bütün nimetler Allah'tandır. Başka bir ayet-i kerimede Rabbimiz buyurur ki: وَاِنْ تَعُدُّوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Eğer Rabbinin nimetlerini saymaya kalksan, onları sayıp kurtarabilmezsin. Vallahi her bir insan öz nefsine qayıtsın, baksın ki Allah ona ne kadar nimetler verir. Onlara baksın ve şükür eləsin. İnsanın halı ondan ibarətdir ki, görürsən ne kadar nimetler var, ancak nəsə çatmayanda bütün nimetler onudur. Ancak insan, mümin fikirləşməlidir ki, nimetler neyle artır? Şükürlə. Rabbimiz buyurur ki: "İn şekertum la azidannakum." Şükretseniz nimetimi artırarım. "Ve la in kefertum inna azabi leşedid." Eğer küfür etseniz benim azabım çok şiddetlidir. Ve her birimizin hatırlanmaya ihtiyacı var. Her birimizin nefsimizi hatırlatmaya ihtiyacımız var. Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki: "Fezekkir fe inne zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən hatırlatmaq mümine fayda verir. Elhamdülillah, Allah subhanehu ve teala bizlere böyle nimet nasip elədi. Ümre etdik. Həqiqətən böyle nimetdir. Nasip olması, Allah'ın müvəffəq etmesi bunu bize böyle nimettir. Çünkü ümre günahların bağışlanmasına sebeptir. Ve bizim ümreye gelmemizi eşiden her bir insan bizden ne istiyor muhterem kardeşler? Bizden bir şey istiyorlar. Hamısı. Ne diyorlar? Mənə de dua et. Vallahi o balaca söz değil. Adi bir söz değil. Sen başka yere geçseydin o sözü sənə deməzdilər. Hamısı sənə deyir ki, mənim üçün dua et. Hətta namaz qılmayan insan belə onu səndən istəyir. Və düşün ki, sən necə bir yerdəsən. Allah subhanahu wa ta'ala səni hara gətirib. Bir daha insan ayırmalıdır ki, mən Rabbimin qonağıyam. Gəlmişəm və insanlar məndən zəng edirlər, xahiş edirlər ki, mənə dua et orada. Hadi sən artıq nimətin içindəsən. Artıq o nimət sənə nəsib olub, gəlmisən və Kəbənin yanındasan, Məscid-i Haramdasan və dua etmək üçün fürsətin var. Allah subhanahu wa ta'ala sənə şans verib, fürsət verib. Ne etməliyik möhtərəm qardaşlar? Vallahi durmadan Rabbimizə yalvarmalıyıq. İstəməliyik. Çünkü her birimizin Rabbimize ihtiyacımız var. Elə bir insan yoktur ki, onun ihtiyacı olmasın. Birinin övladları cahildir, namaz qılmır, ibadət eləmir. Yalvar Rabbinə. Allah'tan iste, vallahi sənə verəcək. Bir gün onları salih görəcəksən. Birinin ruzi çətinliyi var. Ruzi qapıları açılmır. Dua elə, Allah'tan iste. Allah'tan iste, vallahi verəcək. Başka birisinin övladı olmur. Allah'tan iste. Onu vereceği sana. Başka birisi evlenebilmir. Allah'tan iste,
nəsib edəcək sənə istədiyini. Və başqa birisi xəstəlikdən əziyyət çəkir. Özü və yaxud ətrafında kimsə, qohumları, Allahım şəfa versin. Və bugün burada sənə fürsət verilir. Allahdan istə, yalvar Rəbbinə. Kəbənin qırağında, namazlarda. Çünki burada biz artıq dünyadan uzağıq. Dünyadan uzaq, artıq bura ibadət yeridir. Heç kim dünyanı fikirləşmir. Hamı fikirləşir ki, ibadətlərimi artırım. Ona görə dualarımızı artırmalıyıq. Və bura ümrədən sonra ən çox edəcəyimiz duadır. Allaha yalvarmaq, Allaha istəmək, Allahdan istəmək. Durmadan, hər namazda, tavafımızda, namazlarımızda və bütün sıxıntılarımızı göz yaşı axıdaraq Allahdan yalvara istəmək. Elə insan var, günahlardan qutara bilmir. İstəyir içində, nəfsində istəyir ki, o günahları tərk eləsin. Ancaq bacarmır. Nə etməlidir? Dua etməlidir. Çıxış yolu var. Rəbbinə yalvarmalıdır. Sən heç kimdən heç nə istəyə bilməzsən. Deyə bilməzsən ki, mənə bu günahlardan qurtarmaq üçün mənə kömək elə. O sənə nəsihət edə bilər. Ancaq Rəbbin səni ondan qurtara bilər. Nəyin sayəsində? Dualarımız. Ona görə Allaha çoxlu dua etməliyik. Allahdan istəməliyik. Və dua böyük bir ibadətdir, möhtərəm qardaşlar. Böyük bir ibadətdir. Ona görə bizim artıq demək olar ki, az günlərimiz qalıb və çalışaq qalan günlərimizi də daha faydalı keçirək, daha gözəl keçirək. Allah Subhanahu wa Ta'ala'dan həyatımızı daha gözəl etməsini, daha çox ibadət etməyi Allahdan istəyək. Və ən çox da Rəbbimizdən istəməliyik, bizləri doğru yol üzərində sabit etsin. Sabitliyi böyük nemətdir, möhtərəm qardaşlar. Vallahi, bir insana hidayət gəlibsə, hidayət ona verilibsə, o Rəbbindən sənə nədir? Hədiyyədir. Çox adam o verilmir. İnsan var, ölənə kimi səcdə edə bilmir. Nəsib olmur ona. Ancaq sənə hidayət verilir. Namaz qılmaq, ibadət eləmək verilir. Rəbbimiz bu dünyanı yaradan Rəbbimiz dünya haqqında bilirsiniz nə deyir? Ayət-i kərimədə. Deyir ki, İnnəməl həyətud dünya lə'ibun və ləhvun. Bu dünya həyatı oyun oyuncaqdır. Möhtərəm qardaşlar, vallahi oyun oyuncaqdan ibarət. Bu dünya boşdur. Bu dünyanı yaradan Rəbbimiz onu deyir ki, bu dünya oyun oyuncaqdan ibarətdir. Ona allanma. Bir gün bitəcək. O bitməmişdən öncə, insan peşman olmamışdan öncə Rəbbinə qayıtmalıdır. Və dua etməlidir ki, onu sabit saxlasın. Son nəfəsinə qədər. İnsan var, görürsən, hidayət gəlib, ancaq sabit qala bilmir. Tez meyillənir, tez cahilləşir, imanı zəifləyir. Ona görə Allahdan sabitlik istəməliyik. Allah Resulü sallallahu aleyhi və səlləm hər namazında bu duanı edərdi. Allahümmə, ya muqallibəl qulubi, thəbbit qalbi alə dinik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi dinin üzərə çevir. Və ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi itaətin üzərə çevir. Qəlb nə deməkdir, möhtərəm qardaşlar? Qaləbə sözündən çevrilən deməkdir. Ərəb dilində çevrilən, yəni tez çevrilir. Görürsən, bir balaca mühiti dəyişən kimi zəifləyir, çevrilir. Ona görə Allahdan ən çox istədiyimiz dua nə olmalıdır? Sabitlik. Vallahi deyərdim ən birinci, ən çox istədiyimiz dua olmalıdır.
Düşünün ki, ümmətin peyğəmbəri, ən şərəfli insan, cənnətə ən birinci girən Muhammed sallallahu aleyhi və səlləm hər zaman bu duanı edərdi. Deyər ki, Allahım məni sabit saxla. Son nəfəsimə qədər. İnsan ola bilər ki, hidayət olunsun, yaşasın, ancaq son nəfəsinə yaxın məhrum olsun. Çünki əl-ə'məlu bil-xavatim, əməllər sonuna görədir. Sonu yaxşı olarsa, cənnətə qapı açıqdır. Kim nə üzərində ölərsə, onun üzərində deyirlər. Mühüm məsələdir, möhtərəm qardaşlar. İnsan əgər cahil kimi ölərsə, günah üzərə ölərsə, günahın üzərində bu dünyaya gözlərini yumarsa, Rəbbinin huzuruna da günahlarla qalxar. Ondan daha miskin insan kim ola bilər? Məsələn ki, günahlar içində dünyasını dəyişir və Rəbbinin huzuruna da elə qalır. Ona görə Allahdan burada gözəl bir yerdəyik, sabitlik istəməliyik. Və istəməliyik ki, Allahümmə ərinəl haqqa haqqan, bu dua da həyatımızda önəm daşıyan dualardandır. Allahümmə ərinəl haqqa haqqan vərzuqnə ittiba'ə. Allahım, mənə haqqı haqq kimi göstər. Ona tabi olmağı mənə nəsib et. Görün, dua necə şamildir. Haqqı, çox insanlar deyir ki, mən bilmirəm haqq hardadır. Ona görə Rəbbindən isə o bilir. Allahım, mənə haqqı haqq kimi göstər, ona tabi olmağa mənə müvəffəq et, nəsib et. Və duanın ikinci qismində deyilir ki, Allahümmə ərinəl batilə batilən vərzuqnə ictinəbə. Allahım, mənə batili batil kimi göstər, ondan çəkinməyi mənə müvəffəq et, nəsib et. Bu iki dua insanın həyatında öz axarını tapır. Haqqı gedib tapmağa kömək edir. Əgər haqqı tam istəyirsənsə, haqqa çatasan, bu duanı çox et. Və Rəbbindən sabitlik istə. Cənnəti istə Allahdan. Allahümmə innə nəsəlükəl cənnə və mə qarrabə iləyhə min qavlin və aməl. Allahım, səndən cənnət istəyirik və ona yaxınlaşdıran söz və əməllərə bizi nəsib et, müvəffəq et. Və cəhənnəm əzabından Allaha sığınmalıyıq. Allahümmə innə nə'udhu bikə minən nəri və mə qarrabə iləyhə min qavlin və aməl. Allahım, cəhənnəmdən sənə sığınırıq. Və mə qarrabə iləyhə min qavlin və aməl, ona yaxınlaşdıran söz və feillərdən sənə sığınırıq. Ona görə bu duaları çox eləməliyik. Dünyamız üçün etdiyimiz kimi daha çox da ahirətimiz üçün etməliyik. Dünya qısadır. Dünya fanidir, möhtərəm qardaşlar. Bir gün bitəcək. Bizləri əbədi bir həyat gözləyir. Sonu olmayan bir həyat gözləyir. Ona görə bəzən insan düşünmür. Bəzən insan qəflətdə olur ki, elə bilir ki, yaşayacaq nə qədər. Ancaq bir an ölüm gəldisə bitdi. Qiyamət qopdu. Düşün ki, ölüm gəldisə, qiyamət qopdu. Artıq heç nə edə bilməzsən. Heç bir əməl edə bilməzsən. Hətta istəsən belə. Ona görə fürsətdir. Allah bizə rəhm edib ki, bizə fürsət verib ki, biz hələ ibadət edə bilirik. Biz hələ namaz qılırıq, ibadət edirik, Məkkəyə gəlib burada ümrə edə bilirik. Bu hamısı Allahın bizə hədiyyəsidir. Vallahi, insanlar var ki, buna çata bilmirlər, məhrumdurlar. Allah səni seçib, sənə nəsib edibsə, ona şükür et və axirətin üçün əməllər et. Çünki ölüm gəldikdən sonra heç nə fayda verməyəcək, möhtərəm qardaşlar. İnsan nə deyəcək? Yə veylətə, Rabbirci'uni, ey Rəbbim, məni qaytar. Bütün insanlar belə deyəcək. Bu dünyada əməl etməyən insanlar nə deyəcək? Rabbirci'uni, məni qaytar. Nə, hara qaytar? Hara qaytar? Dünya, ləalli, əməlu salihan, fīmə təraktu kəllə, gedim salih əməllər işləyim. Bu dünyada ona deyiləndə ki, yaxşı əməllər et, namaz qıl, ibadət et, günahlardan uzaq ol. Buradan eşidirdi, buradan tərk edirdi, onu əhəmiyyət vermirdi. Ancaq orada deyəcək ki, Rabbirci'uni, Rəbbim məni qaytar, nə olar? Gedim salih əməllər işləyim, yaxşı əməllər işləyim. Rəbbimiz nə deyəcək? Kəllə, heç vaxt. Artıq bitdi, qiyamət qopdu.
Başqa birisi deyəcək ki, "Ya leytəni kuntu turaba." Kaş ki torpaq olaydım. Yəni bu əzabı görməyəydim. Başqa birisi deyəcək ki, "Ya veylətə, lem əttəxid fulanan xalilə." Kaş ki filan kəsi özümə dost tutmayaydım. Nə üçün? Deyir, "Laqad adallan." Bunlar ayət kəlmələr hamısı. Rəbbimizin ayətləridir. Nə üçün dost tutmayaydım? Deyir, "Laqad adallani ani zikri ba'da irca'ani." Deyir, mənə gəldikdən sonra məni azdırdı. Ona görə oturduğun yer, durduğun yer, mühit sənə önəmlidir. Yaxşı dostlarla, Allaha səni yaxınlaşdıran dostlarla otur ki, səni Allaha yaxınlaşdırsın. Allahdan uzaq tutan olan insanlarla yox. Dünyanı sənə xatırladan insanlarla yox. Allaha səni yaxınlaşdıran insanlarla otur ki, Allaha yaxınlaşasan. Allah hər birimizi eşli faydalarından etsin. Allah hər birimizi doğru din üzərində sabit etsin. Allah subhanahu wa ta'ala bizləri son nəfəsimizə qədər salih əməllər işləyərək sabit qalmağı nəsib etsin. Allah subhanahu wa ta'ala hər birimizin sonluğunu gözəl etsin. La ilahe illallah kəlməsi ilə bu dünyadan köçməyi hər birimizə nəsib etsin. Allah etdiyimiz ibadətləri, ömrəmizi qəbul etsin. Allah hər birimizi eşidib faydalanlarını etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina Muhammed.